Gəlin tanış olaq. Mənim adım Məmməd Vəlidir. Məmməd ata, Vəli isə ana atamın adıdır. Siz mənə Məmməd ya da Vəli deyə bilərsiniz. İndi mənim 50 yaşım var. Sizə danışmaq istədiyim hadisə isə mən uşaq olanda baş vermişdi. Onda mənim 12 ya 13 yaşım oldu. Hər səhər divarımızın dibində dayanıb anamla qonşumuz Tükəzban xalanın qeybət dolu söhbətlərini dinləyər, sonra Əlimərdanla birlikdə məktəbə yollanardıq. Bu dəfə də belə oldu. Ay Tükəzban, az bir bəri bax görüm. Hə, gəldim ay Fatma Nisa bacı. Nə olub az? Niyə yenə qara buludlar kimi dolmusan? Bir kefsən? Nə olub az? Kişi yenə qudurub? Nə bilim, Yoxsa yenə dalaşmısınız, sözünüz olur? yox qadan alım. Kaş elə bir öz dərdim olaydı. İndicə Xədicə gəlmişdi bizə. Hə. Deyirdi ki, biçarə Zəhra xanımı əri boşuyub. Hə, Başım. gedib o Fizzə xanımı alıb. Nə Odur danışırsan? ki, mən də lap qupquru qurumuşam. Ay qız. Odur ki, deyiblər ha, gündə bir söz eşitməsən qulaqların uzanar. Demədim. Az o ki, abırlı, həyalı, işli güclü bir cüvənazan idi. Neçə il idi ki, Məmməd Quluya arvadlıq eləyirdi. Onların arasından heç su da keçməzdi. Nə oldu az birdən-bir o külbaş onu boşadı? Ay Ərbat, nə qoymusan, nə axtarırsan? İndi arvadın ağlına, kamalına, sərinə, səlqəsinə baxan kimdir? Düz deyirsən. İndi kişilərin bil parası, yoğun topuq, ət-can axtarır. Qadam onların ürəyini elə. Bir parası da mal dövlət. Düz deyirsən, düz Bir deyirsən. arvadın ərindən ona 100 manat yerişəndə milyonla müştəri çıxır. Düz deyirsən. Qadam onların ürəyinə. Selamun aleyküm. Əleykə salam. Gəldim aşi. Geldim ayar bak geldim. Ət ala bildin var. Yok bunun bazarda et yok idi. Nə almısan gətir. Kartof soğan almışım. Bir de size galoş aldım. Ay sağ ol aşi, Allah köməyin olsun. Yer gəlirəm indi, görüm Tükəzban bacı nə deyir. Hə, belə işlər. Bas, demə. Oy Allah Allah, aman bunların əlindən. Bu kişilər oy. Aman dad bunların əlindən. Onu deyirdim axı. Bizim bu Hacı xanım Səkinə var ya. Eşitmişəm ki, onun da qızı qoşulub qaçıb. Ay bala, dürməyimi götürdün? Hə, götürmüşəm. Ac qalma ha, acanda çıxat ye. Heç kəsə də vermə. Yaxşı. Ay bala, gözlə Əlmərdan da gəlsin. Yaxşı, küçədə də gözləyirəm, denə tez gəlsin. Əlmərdan! Ay bala, biraz tez ol. Məmməd Vəli səni gözləyir axı. Hə, harda qalmışdım? Hələ o Qasım var. Onun arvadı. Nə olub ona, nə olub? O da başqa kişiyə qoşulub qaçıb da. Abela, şkolda heç kəsdən işiniz olmasın ha, dalaşıb eləməyin. Biraz zirək get, yuvanırsan. Bəs bu necədir sənin üçün? Bəs bu necədir sənin üçün? Bayaqdan mənə yol göstərir, paqa verir. Səni. Uçitel, olar. Bu dəfə niyə yubanmısan? Yenə Əlmərdanı gözləyirdin? Keçin oturun. Əhməd, sənə demədim oxu.
Учитель, сначала. Popravdanya'da. Adevayetsə, oradan oxu. Учитель, axı Solnuşka və Oknada qalmışdı. Sənə deyirəm oxu da. Человек извер путашка, висе бельется за тело, с ножей точится быкашка, заметко летает бичела. Deməli, Nizam, mən oldum 8, sən oldun 4. Yadına Ay salın. sən eləsən. Bayaq 4 idi. İndi də 2-ni getdim. Oldu 6 dənə. Of. Yaxşı, pus platformu. Olsun, olsun. Учитель, oxudum. Bir də oxu. Человек извер путашка, висе бельется за тело, с ножей точится быкашка, заметко летает бичела. Hə. 6. Koz görsən. Olsun. 9. Gedər. Geçsin görək. Учитель, oxudum. Hamı bir yerdə xorla oxuyur. Человек Человек извер путашка, висе бельется Бельется за тело, с ножей точится быкашка, заметко летает бичела. Əşi sən Allah az ulaşdır da bunları. Yaxşı, Bırax getsinlər evlərinə. Bu saat rədd edirəm. Hələ bir dərslərini soruşum, sonra. Mehmet al, gözlerini yok kalır. Yaman ağrıyor. Lemanda da ağrıyordu. Doğrudan. Bana? İndin ağrımır. Yok. Niye? Nana burnuma çöp soktu. Burnum kanadı, sonra gözlerimin ağrısı geçti. Doğrudan. Ha. Ulan, Məhəmməd Vəli. Dərs vaxtı nə söhbət edirsiniz? Məhəmməd Vəli oxu görməli. Я иду в школу, старуха купила куши, молоко. У меня брат и сестра. Nə gözləri oxalıyırsan? Bəs mənası necə oldu? Учитель, gözlerim ağrıyor, okuya bilmirəm. Yalan danışma. Bax, mən deyirəm, sizdə təkrar eləyin. Ya, Ya, mən, mən idu, gedirəm, içinə, şkolu, məktəbin, staruxa, qoca övrət, kupila, satın aldı, kuvşin, səhəng, malako, süd, kim deyir, necə oldu? Qoca övrət məktəbdən süd aldı. Nağıl danışmayın. Sabaha bunu yaxşıca əzbərləyirsiniz, eşitdiniz? Bəli. Salam ay uçitel. Belə başıva dönərəm sənin. Ne edirsən ayırvan? Bu nədir ayırvan? Pendirdir qadan alım. Təzə tutmuşam. Pendir deyil, qaymaqdır, qaymaq. Ayırvan, bura pendir yerdir. Niyə mani olursan dərsə? Görmürsən dərs gedir. Hə? Yaşlılarla gətirmirsən, qoy ora. Qoy dursun orada, da gətirmirsən də. Uçitel, mənim balam sizi incitmir ki. Belə başıva dönərəm sənin. Qadavı alaram sənin. Ayırvan, ne edirsən? Dərs gedir, anam bacım, dərs gedir. Şükürcə deyil, dərs takayım ha. 12 ildir ki, bu balamın həsrətindəyəm. Hələ adını da həsrət qoymuşam. Qurban olaram mənim balama. Qəşəng balama. Ayırvan, dərs gedir, dərs gedir. Mani olma. İdi damoydu. Gedirəm ay uçtel. Gedirəm. Başına dönüm, gedirəm. Gedirəm başına dönüm. Sən heç narahat olma. Şort paperi. Düşdün saduqa. Nə dedin? Ne dedim? Yavaş ol dedim. Qasanov ver.
Да, это я. А вам что? Вам телеграмма. От кого? Не знаю. Спасибо, можете идти. Хорошо, хорошо. Kimdəndir? Dayan görüp okuyorum. Şuurun tökülsün. 2 kəlmə oxuya bilmirsən. Amma bu qədər uşağı avara eləyib burada saxlamısan. Şimdi dayan görüp. Adımı da bu çitel qoymusan. Şimdi Təbriz'dendir. Ne? Kerim Bey'e gönderim. Kulak as. Hə. Burada benden başka Həsənov var. Olmağına var. Amma sənin kimi axmağı yoxdur. Dayan görüp. Hə. Yazır ki, Hə. yazır ki, Təbriz bankında Dilmaz yeri açılır. İldə 1800 manat maaşı. Deyir, əgər farsça savadın varsa, upravya işçiyə deyim, sən təyin eləsin. İş burasındadır ki, mən bu Kərim Bəy vaxtından heç bir əlaqəm yoxdur. Mən onu tanımıram. Bizdə səfər. Allah, nə deyim, incimə məndən. Qardaş, adam işıq gələn yerə papağını dikməz. Götür bu saat tel ver ki, razıyam, təyin etsinlər. Sonra da çıx get Təbrizə. Ay, ildə 1800 manat məvacib alassan, Sonra da bir arvad siğə eləyərsən. Ay, düz deyirsən. Vallahi düz deyirəm, qardaş. Düz deyirsən. Sən ayda bu 5-6 uşaqdan üst-üstə toplasan 5-6 manat pul ala bilmirsən. Bu uşaqlar ki var, o uşaqlar. Bunların dədələri ayda 2 manat yarım pul verməyə can çəkir. Mən də onu deyirəm də. Bu uşaqlar ki var ha. Hə, uşaqlar. Bunlar benim ömrümün kankanıdırlar. Kankanı. Bilmirsən, nə qara günçülü ilə mən çörək qazanıram. Baba, o uşaq ki var, atası baqqaldır. Hə. O günü mənə zəhmət haqqı olaraq yağ göndərir. Qəşəkdə bu. Hə, birdən elə bilirsən sarı yağı. Hə, yox, İlənmiş quyruq yağı. O birisi uşaq nədir? Onun da atası dəlləkdir. Hə. Deyirəm, pul ver. Sipariş göndərir ki, 2 tələ ginən gəlsin, saçına müftə qırxaraq, haqlaşarıq. Nə bilim, doğrudan ha, görəsən Təbrizdə qastensa var, adam gedəndə düşməyə, yer tutuncaya qədər. At qalmamışdan axırın tikirsən. Hə, iş düzəlib, düzəlib, keyfdir, keyf. Yazıram ki, razıyım. Əlbəttə yaz, ki, yerin də qulağı var. Bir də gördün, telegrafın əsl sahibi xəbər tutdu, gəldi telegrafı əlindən aldı. Düz deyirsən. Ya. Sen. Qulam əlim. Bura gəl. Bura gəl, qulam. Al bu telegrafı, apar telegrafxanaya. Qəbz almağı unutma, ha. Haydi qoçum, getdim görüb. İş düzəlib. Gəlsən keyfin şeşsəkdir, Düzəlib, Allah, mənə bir qonaqlıq borçlusan, Mən gözüm üstə, mən gözüm üstə. Gözləri başqalarına oynasın. Ben sana göstererek özgə malına göz diymək necə olur? Ama şerefsiz. Hani? Buradasın. Hani benim telgramım? Tez ol benim telgramımı ver. Kişi, utanmırsan. Özgə malına göz dikirsən. Nə mal? Ver telgramımı. Telegraf, mən işlə bilmirəm. Elləmə ki, əlim ayağım sana dənsin. Tez ol ver telgramımı. Mən işlə bilmirəm də. Necə yəni bilmirəm hə? Telgramımı ver. Bu benim rükündə sıra olur. Sıra olur hə? Tez ol. Tez ol. Ver telgramımı. Ver telgramımı. Oğlum öldürürüm seni. Telgramımı ver. Tamam telgramımı. Telgramımı ver. Tamam telgramımı. Telgramımı ver.
değil. Telegramla da yoktur. Ay şerefsiz, nadan, yaramaz. Çık git lan. Rahat ol da. Oh. Siz neye varsınız? Dön çıkın gedin. Ders kurtardı. İndicə Xədicə hamısını mənə danışır. Uşaqlar da şkoldan gəldi. Məmməd Vəli, valla gözünü niyə oxamırsan? Gözlərim ağrır ana. Niyə? Ana, Dəlir Şeynin oğlunun da gözləri ağrıydı. Bugün şkolda dedi ki, nənəsi bunun qanadan otur, onun burnunu qanaxdı. Burnundan biraz qanaxan kimi kulağın gözləri yaxşı oldu. Nə deyirəm amma bala, girsən də bir tikandan zatdan tap, burnumu qanat, sənin də gözlərin yaxşı olsun. Yeri, sənin çörəyin də hazırdır, yeri. Hə, az nə deyirdim, harda qalmışdıq, yadımdan çıxdı. Hə, onu deyirdim axı. Qadam elə o cür ərlərin ürəyinə. Demə, bacı, demə. Az elə ona görədir də, bir para övrətdən, ər evin özlərini ev saymırlar da. Deyirlər ki, avad olar, tərlanı olaram. Bərbad olar, bayquş olaram. Ay Fatma Nisə bacı. Haqq elə onların tərəfindədir. Burnumun qanı dayanmır axı nə? Bir başıma xeyir. Az nə oldu uşağa? Gəldim abala, gəldim. Nə oldu sənə? Ay Fatma Nisə bacı, sən Allah narahat olma, yaxşı olur. Az deyir burnumun qanı dayanmır. Bu nə işli mənim başıma gəldi? Ay ana, burnum qanı köməklə anata. Ay ana, köməklə burnumun qanı dayanmır. Ay ana. Nə oldu? Ay evim yıxıldı, uşağı qan apardı. Nə oldu sana? Ay bana neynədir burnun qanı? Dayan burada gedə dövə çağırım. Ay kişi! Ay kişi! Ay kişi tez ol! Ay kişi gəl gör uşağın burnunun qanı dayanmır. Ay kişi! Ay kişi! Ay kişi! Ay kişi gel yana görüm hele. Uşağın qanı apardı. Ay kişi! Çıx çənə görüm ay kişi! Ne oldu bağırma? Ay kişi nə olacaq? Uşağın qanı apardı. Niye? Bilmirəm, qanı kəsə bilmirəm. Gözü gel. Tezlə uşağın qan apardı. Gözü gəldi. Evimiz yıxıldı, uşağın qan apardı. Nə oldu Ayşə? Ayşə, qapını qoy qırağıya sonra eləyərsən uşağın qan apardı. Yeri tez elə. Allah özü rəhm elə. Uşağın qan apardı. Ay Allah. Ay ana, burnumun qanı dayanmır, köməklə. Ay çok ne oldu? Abla ne oldu? Ne oldu? Ayşə. Ayşə. Abla Ayşə, gözündə uşağa baxsın. Yerdən də Hüseynə deyən, onun həkimlikdən başı çıxır. Tezlə uşağın qan apardı. Yaxşı. Salam aleyküm ay usta Hüseyin. Aleyküm salam. Kurban olun. Başa dönün bir əlac elə. O ne olur? Bizim o Mehmet Vəli'nin burnunun qanı dayanmır. Arvad dedi tez özünü çatdır girən usta Hüseyin'in yanına. Hayır. Belki o sana bir çare eləyər. Hadi şara bir çet otur, bir dincini al. Çet otur. Bilmirəm nə inibsə burnunun qanı dayanmaq bilmir. Vay 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 vay. Vaho vay. Yazığım gəlir sənin gününə. Vay Sadıq kişi.
Bilmirəm sənin axırın nə günə qalacaq. Ay kişi, bu müsəlmançılıq deyil ki sən eləysən. Utanmırsan? Başımın tükünü bu qədər uzadıb, qırxmısan. Hələ deyirsən ki, Məmməd Vəlinin burnunun qanı kəsmir. Kəsməz də, bilirsən niyə? Çünki Allahın qəzəbi səni tutur. Doğrudan. Ha, Sadıq əmi, müsəlmançılığın şərtləri çox ağırdır. Çox az adamlar bu şərtlərə əməl edir. Bax, nəyə deyirsən and içim ki, məhz oğlunun burnunun qanını kəsməməsi tənbihdir. Sən Allah. Vallah. Sadıq əmi, məndən sənə nəsiyyət. Bir də belə işlər görmə. Başını belə tüylü saxlama. Yazıqsan, fağırsan. Yoxsa Xudabənd aləm özgə cürə bəlalar göndərər. Sonraki peşmançılıq da bir yerə çatmaz. Heç bilirsən, başı bax belə, səni kimi tüylü saxlamaq necə böyük günahdır? Birincisi, evdə xeyir bərəkat olmaz. İkincisi də odur ki, insana növbə-növ bəlalar baş verər. Sən sağla. Bəli, bəli, baş necə? Başadan başqa şeydir. 100 ilə qalsaydı, mən bunları anlamazdım. Ha, oldun cavan oğlan. Ha, bir dəqiqə tərpənmə. Casusçılığın üzü qara olsun. Belə dur görün. Buyura bilərsən. Bu qədər ola. Bəli. Hasad odur ki, dəlləyə gələsən. Ay usta. Bəli. Gəl zəhmət haqqımı verim gedim. Şey, qonağım ol. Sağ ol ay usta. Sən də əziyyət çəkirsən. Bərbərə gəlmək lazımdır. Bəs eləyər. Yaxşı, Yaxşı, yaxşı. Yaxşı, yaxşı. Sağ ol ay usta. Sağ ol, sağ ol. Sağ ol. Allah atama rəhmət eləsin. Allah sənin də atana rəhmət eləsin. Gedim görüm başıma nə iş gəlir. Geldim ay kişi geldim. Ay başım! Ay başım! Kim vurdu beni? Beni kim vurdu? Terbiyesizler. Günün gün orta çağıda koymazlar adam yolundan gedər. Ay başım! Terbiyesizler. Ay. Şükür sənin böyüklüyünə ay Allah. Çox şükür.